Bizdə qonşu ölkələr var, hansı ki mən onları müşahidə edirəm. Elə bu İranın özünü götürək, Türkiyəni götürək. Burada dəyərlər məsələn İranda götürsək dinə dayanır. Türkiyəni götürsək burada millətçiliyə dayanır. Həm də dinə dayanır. Bəli, Türkiyədə artıq son bir 15-20 ildir ki, burada din faktoru da önəmli rol oynayır. Məsələn, Gürcüstana baxsaq burada millətçilik var. Hansı ki 2-3 milyon əhalisi olan bir ölkədir, bir millətdir və tarix boyu regionda öz milli kimliyini qoruya bilir. Bax bizim cəmiyyətdə bu dəyər anlayışını formalaşdırmaq mümkündürmü? Ümumiyyətlə dəyərlər hansı kontekstdən baxsaq var və yoxdur. Yəni ideologiya nədir? İdeoloji olaraq, bəli. Hə. Azərbaycanda elə çatışmayan şeylərdən biri belə ümumilli bir dəyər sistemimizin olmamağıdır. Bunun obyektiv, subyektiv səbəbləri var. Biz ümumiyyətlə imperiyaların sərhəddində yerləşdiyimiz üçün və vaxtaşırı fərqli imperiyalar tərəfindən işğal olunub, fərqli mədəniyyətlər və idarə sistemləri tərəfindən idarə olunduğumuz üçün o həmin o uşaq kimi olmuşuq, dəmlənməyə vaxtımız olmayıb. Elə bir geosiyasi trendlər bu dəfə sosial mediada yox, geosiyasi trendlər o qədər sürətli dəyişib ki, biz oturuşub özümüzü tapıb yarada bilməmişik. Gah Sovet işğalında, ondan əvvəl Çar Rusiyası və yaxud da bir müddət İran təsirində, Ərəb xilafətinin təsirində, Osmanlının, Türkiyənin, amma bu qovşaqda olmuşuq deyə həmişə o gəlib, bu gedib, o gəlib, bu gedib və bu bizdə bir müsbət iz bunu qoyub ki, biz tolerant bir xalq kimi ortaya çıxmışıq. Çünki heç bir dəyərə belə ikəlli sarılmamışıq. Əslində bunun biz insanlara bəzən deyirik ki, Azərbaycan xalqı çox tolerant xalqdır. Bu bizim belə deyim də oturub elitamızın verdiyi qərar deyil ki, gəlin tolerant olaq, düz yol budur. Bu odur ki, biz heç bir dəyərdən kəlli yapışmamışıq deyə, heç biri bizə önəmli deyil deyə, heç kimlə müzakirə aparmırıq o barədə ciddi, heç kimlə müharibəyə hazır deyilik ki, sən mənim dəyərimə belə göz-ucu baxırsan, çünki bizim dəyərimiz yoxdur. Ona görə tolerantlıq biz. Nəyə inanırsan, inan da özün bilərsən. Yəni mənə problem deyil bu. Bizim tolerantlığımız biraz bundan irəli gəlir. Amma həmişə dediyim məsələ də odur. Yəni Azərbaycanda bir ideologiya boşluğu var. Biz tam dini bir yönlə gedə bilmərik. Tam dinsiz yöndən də gedə bilmərik. Azərbaycanın çünki tamam bir unikal bir siyasi xətti olub, unikal bir tarixi keçmişi var. Tez-tez bizdə deyirlər ki, məsələn Azərbaycanın əsas ana ideoloji xətti Azərbaycançılıq ideologiyasıdır. Mən həmişə onu soruşuram, Azərbaycançılıq ideologiyası nə deməkdir? Yəni dolma bozbaş təbliği, xalça palaz, tar, kaman, nar şəkli. Yəni bununla ideologiya olmur. Bununla nəsə yeritmək olmur. Bunu yəni bir özünüzü qoyun xarici bir vətəndaşın yerinə. Düşünün ki, hansısa Mozambik, hansısa bir Afrikanın, bir Angoladan bir insan gəlib. Bizim belə samandan şeyimiz var, xalçalarımız var, bizim belə əcaib musiqi alətimiz var falan. Nə vecimiz olacaq bizim? Yəni nə edirsən elə də, yəni ged yaşa. Mənə maraqlı olarmı o? Bizim də o şeylərlə çıxış eləməyimiz biraz Avropalıya, Amerikalıya, Yapona, Çinliyə biraz elə gəlir. Yəni ki, okey də, yəni nar var sizin ölkədə, olsun lap yaxşı. Amma heç biz bunu qlobala qəbul elətdirə bilmirik də, bu narı, xalçanı. Zaten çünki bu o da ayrı məsələ. Bütün dövlətlərdə özünə xas şəkildə bütün millətlərdə var bu. Məsələn, o xalçanı başqa cür toxuyur və ya hansı ölkədə başqa bir meyvə daha yaxşı dadlı yetişir. Yəni bu dəyəri formalaşdıran bir fakt ola bilmir. Komponent olmalı deyil, təbii ki, bəli. Yəni hələ də bəzi insanlarımız sosial şəbəkələrdə ermənilərlə ağız dalaşına girir. Yəni nə bilim Balaban bizimdir, sizindir. Dolma bizimdir, sizindir. Dolma, misal üçün, Yunanistandan tutmuş düz Hindistana, Bangladeşə qədər bütün bu coğrafiyada hər ölkədə var, müəyyən fərqli formalarda. Hamısı da bunu bişirib və çox ibtidai bir formada, yəni əlimə keçən tərəvəzin üçün düyünlə nəsə doldurub bişirmişəm. Yəni bundan rahat bir şey yoxdur zaten. Hə, ondan rahatı bir də kababdır. Kababın da üstündə insanlar bir-birini didir. Kabab türk yeməyidir, biri deyir fars yeməyidir. Kabab mağara yeməyidir. Kabab insan ocağın üstə atıb yəni bunu hər insan var. Bu artıq o dediyim kimi şeydən deyil. Yəni Yunanistandan Bangladeşə kimi yox, Argentinadan nə bilim Kanadaya kimi bütün dünyada var bu. Biri yəni şişə salır, biri şüşün üstünə qoyur, biri daşın üstündə eləyir, steak deyir, biri bölür, biri böyük doğrayır, biri xırda doğrayır. Yəni bununla milli ideologiya olmur da. İdeologiya olar
düşüncə tərzindən, ideologiyalar müəyyən kontekstual məsələlərə yanaşma tərzindən, ideologiya məsələn dəyərlərin üzərində inşa olunmalıdır. Bunu da ideologiyanı ortaya qoyan da elita olmalıdır. Bəs bizdə hansı daha yaxşı olar? İdeologiyaya nə qoyulsa bu cəmiyyətə uyğun olar. Bu cəmiyyət ondan yapışa bilər. Yəni belə ondan artıq toxunulanda belə mənim türklərim biz olaraq yox. Sən bu məsələyə toxuna bilmərsən. Əslində bunun rüşeymi və toxumları bizim bayrağımızda var. Türklük, İslam və müasirlik. Bu boş bir şey deyil və biz elə özümüz üçün bir sütun olaraq da bu üç ayağın üstündə qurmalıyıq deyə düşünürəm. Biz nə dini kimliyimizdən, keçmişimizdən tamamilə sıyrıla bilmərik. Biz şərqliyik, biz müsəlman toplumunun parçasıyıq, mədəniyyətinin parçasıyıq. Bizim bütün dəyərlərimizin içində o İslamın qoxusu var. O İslamın o yaşlı rənginin bir tonu var, mütləq ki var. Biz türklüyümüzdən kənara çıxa bilmərik. Nə qədər çox millətli bir ölkə olsaq da, dilimiz türk dilidir. Biz bundan kənara çıxa bilmərik, amma o müasirlik ki var, o qırmızı rəng. Bunu da unutmamaq lazımdır. Biz nə dini keçmiş, belə deyim, o cahiliyyə şeyinin tozunun içində qalmalıyıq, nə o türkçülük deyə o şamanizmə getməliyik. O da bir növ irqçiləşib artıq moddan düşmüş, dəbdən düşmüş bir türkçülük ideologiyasının altına sığınmalıyıq. Qətiyyən müasirliyimizi qoruyaraq, kimliyimizi, bizim türklük və İslam kimliyimizi qoruyaraq irəli baxmalıyıq. Müasirlik budur əslində, üzü qabağa. Biz bilməm niyə bizim insanlar durmadan dala baxır. Ay İslam, ay türklük falan. Onları bil, amma onları o fanardır da onlar. Onları belə çevir qabağa da bu İslamın işığı ilə qabağa bax, o türklüyümüzün işığı ilə qabağa bax. Yəni çönüb arxaya niyə baxırsan durmadan? Bizim məzhəb müzakirələri, nə bilim, filan şeylər bu belə olmalıdır. Əslində burada belə olub. Bu filan kəsə xəyanət eləyib. Biz filan türk dövlətləri bizimdir, filanlar bizim deyil. Bunlar tarixi kontekstdə müzakirə oluna bilər, amma ideoloji kontekstdə bunlar müzakirə olunmamalıdır. Bizim ideoloji kontekstimiz bu üçünün üzərində qurulmuş, amma qabağa baxan bir şey olmalıdır ki, sabahımızı qura.